Yuxuda nar görmək İslam təfsirlərinə görə halal ruzi, mənəvi təmizlik və Allaha yaxınlıq mənasını daşıyır. Qurani Kərimdə nar bir neçə dəfə zikr olunur və cənnət meyvələrindən biri kimi göstərilir. İmam Nəblusi və İbn Sirin kimi məşhur yuxu yozucuları narı bərəkət, iman gücü və təmiz niyyətin rəmzi kimi izah etmişlər. Əgər yuxuda nar parlaq, bütöv və sağlam görünürsə, bu saf niyyətli əməl sahibinin həyatında ruzi və rahatlıq qapılarının açılacağına işarədir. Əgər nar çürümüş, solğun və ya dağılmışdırsa, bu ruhun narahatlığına, iman zəifliyinə və ya qəlbdəki nigaranlığa yozulur. Nar yeməyin mənası. Yuxuda nar yemək halal qazancla və xoş niyyətlə bağlıdır. İbn Sirin qeyd edir ki, şirin nar yemək insanın həm dünyəvi, həm də mənəvi cəhətdən rifah tapacağına işarədir. Turş nar isə bəzən nəfsin sınaqları, bəzən də mübahisə və ibrət gətirən hadisələr kimi yozulur. Əgər nar acıdırsa, bu daxili narazılığın və ya günahdan doğan peşmançılığın əlamətidir. Nar ağacı görmək. Yuxuda nar ağacı görmək, iman köklərinin möhkəm olması, ailə bağlarının güclənməsi və uzunömürlülük deməkdir. Nar ağacı meyvə ilə doludursa, bu əməyin bəhrəsini görmək, dua və səbrin nəticəsini almaq kimi yozulur. Əgər ağacın budaqları sınmışdırsa, bu bir ailə münasibətində soyuqluq və ya etimadın sarsılması mənasındadır. Nar toplamaq. Nar toplamaq insanın səbir və zəhmətlə qazandığı nemətləri təmsil edir. Toplanan narlar sağlam və çoxdursa, bu uğurlu dövrün başlanğıcı, arzuların tədricən reallaşması deməkdir. Əgər topladığınız narların bəziləri çürüyübsə, bu seçimlərdə diqqətsizliyə və dəyərlərin unudulmasına bir xəbərdarlıqdır. Evdə nar görmək. Evdə nar görmək, bərəkətin və sevginin evə daxil olması deməkdir. Bu yuxu ailə içində harmoniya, yaxınlaşma və xoş xəbərlərin xəbərçisidir. Əgər kimsə sizə nar gətirirsə, bu sevinç, qonaqlıq və ya xoş niyyətli bir insanın ziyarəti anlamına gələ bilər. Narın qırılması və ya dağılması. Yuxuda narın yerə düşüb dağılması, gözlənilməz bir sınaq və ya kiçik bir itki kimi yozulur. Əgər narı siz özünüz sındırırsınızsa, bu tələsik qərar vermək, sabirsizliklə nəyisə itirmək anlamındadır. Əgər başqası sizin narınızı sındırırsa, bu etibar etdiyiniz birinin sizi məyus etməsi və ya bir sirrin açılması deməkdir. Nar hədiyyə almaq və ya vermək. Birindən nar hədiyyə almaq, sevgi, hörmət və diqqət görmək deməkdir. Siz kiməsə nar hədiyyə edirsinizsə, bu səmimiyyət, barışıq və kömək rəmzidir. Evli insanlar üçün bu yuxu, ailə bağlarının möhkəmlənməsi və qarşılıqlı anlayışın dərinləşməsi mənasında yozulur. Psixoloji yozum. Psixoloji baxımdan nar, insanın daxili aləmi, yaradıcı gücü və gizli potensialı simvolizə edir. Narın içindəki saysız-hesabsız dənə, insanın içində daşıdığı niyyətlər, arzular və ideyalar kimidir. Belə yuxu çox zaman insanı öz daxili səsini dinləməyə, səbirli olmağa və öz imkanlarını dəyərləndirməyə çağırır. Ədəbi baxış. Nar həm də ədəbiyyatda həyatın bütövlüyü və sevginin dərinliyi ilə əlaqələndirilir. Onun qırmızı dənələri, insanın ürəyi, onun istəkləri və duaları kimidir. Belə bir yuxu bəzən sadəcə bir meyvə deyil, insanın qəlbində daşıdığı arzuların yetişməsi anlamını daşıyır. Xülasə. Yuxuda nar görmək həm dini, həm mənəvi, həm də psixoloji baxımdan xeyirli və bərəkətli sayılır. Bu yuxu insanın həyatında ruzi qapılarının açılacağına, ümidlərin gerçəkləşəcəyinə və səbrin səmərə verəcəyinə işarədir.